Herkese salam. Bu mənim YouTube kanalımdakı ilk videomdur. Bu uzatmadan kanalın əsas məqsədi və funksiyası barəsində danışım. Birinci məqsədinə gəldikdə iki paralel məqsəd tuturam bu kanalda. Özüm türk milliyyətçisi olduğum üçün öz milliyyətçi aspektimdən izahat verəsi olsam, əsl milliyyətçilik öz toplumuna maksimum fayda vermək və öz toplumuna emosional olaraq bağlı olub, öz toplumunun tarixi boyu canından keçmiş hər bir lider fərdinə və hər bir lider canından keçən aşağı toplum sinifinə mənsub olan fərdə layiqiyyət qazanmaqdır ki, bu layiqiyyət də yaşadığın sosial müasir cəmiyyətdə verdiyin fayda ilə ölçülür. Bugünkü qlobal siyasətdə də, bugünkü qlobalist cəmiyyətdə də ən böyük fayda, ən böyük güc informasiyadır ki, buna görə də mən kanalın əsas məqsədi olaraq məlumatlandırma, öz toplumuna, türk fərdlərini məlumatlandırıb, türk millətinə informasiya, doğru informasiyanı ötürməkdir ki, bu da müxtəlif sahələrdə ola bilər. Texnologiya, elm, fəlsəfə, əsasən də fəlsəfi sahələri əhatə eləyəcək, fəlsəfi, sosioloji ideologiyaları tənqid eləmək, onunla yanaşı iqtisadi ideologiyalar da, cərəyanlar da tənqid olunacaq. Öz aspektimdən ən doğru ideologiyanı, ən doğru sosioloji təməli topluma çatdıracağam. YouTube kanalı isə sadəcə bir vasitə olacaq. Digər funksiyası isə, digər məqsədi, hətta funksiyası da deyə bilərik isə olacaq ki, öz ideologiyamda olan hər bir fərdi bir araya yığmaq, gələcəkdə olacaq böyük legal layihələrdə bir yerdə əməkdaşlıq eləmək, çalışmaqdır. Məsələn, tutaq ki, hər hansısa bir kiçik biznes və yaxud da böyük biznes layihəsində türk millətinə mənsub olan eyni ideyalarda insanları bir araya toplamaq, onların öz aralarında və yaxud da ki, mənimlə birlikdə böyük legal layihələrə imza atmaqdır. Sadəcə bu maskanın məqsədi şəxsi kimliyimin tanınmamasıdır ki, gələcəkdə tanınacaq zaten. Bu kanal tam legal bir kanaldır. İnsanları maarifləndirmək məqsədi qoyan bir kanaldır. Sağ olun. Gələcək videomda öz ideologiyam olan evosentrizmi tanıdacağam.